Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün 11 yanvar tarixində keçirilmiş KAÇB buraxılış sınaq imtahanı 4-dən 9-cu sinif riyaziyyat suallarını izah edirəm. Gəlin başlayaq. 57-ci sual. Tənklər sistemindən Y tapın. Tənklər sistemini gəlin toplama üsulu ilə həll edək. Alt-alta toplayan zaman 3x bərabər mənfi ilə müsbət y islah gedir. Bərabər 12 alınır. X da bərabər 4 alınır. İndi gəlin burada yerinə qoyaq. 4 çıxılsın y bərabərdir 2. Y də bərabər 2 alınır. Cavabımız olur C bəndi. 58-ci sual. Şəkildə ABC açıq bucaq, BM isə bucaq AB-nin tənböləndir. Bucaq CBK 45, NBK 35 olarsa MBN-i tapın. Bizdən istəyir MBN. Bax, bu bucağı istəyir. Deməli, CBK bizə verilib 45 dərəcədir. NBK da verilib 35 dərəcədir. Və həmçinin deyir ki, BM tənböləndir. Yəni, əgər mən burada MBN bucağına X desəm, BM tənbölən olduğu üçün ABM də X olacaq. Bir-birinə bərabərdir çünki. Bizə deyir ki, ABC açıq bucaqdır. Yəni, 180 dərəcədir ABC. 180 dərəcə bərabərdir. Burada gördüyüm 4 bucağın cəmi. 2x üstə gəl 80. 2x bərabərdir 100. X da olur 50. X bizdə hansı bucaq idi? Bax, bu bucağımız, yəni MBN. MBN-i də istədiyi üçün cavabımız elə B variantı olacaq. 59-cu sual. Ədədin tam hissəsini tapın deyir. Deməli, mən bilirəm kök altında 36-dan nə çıxır? 6. Yəni, kök altında 4 üstə gəl 6, kök altında 10'dur. Kök altında 10'un tam hissəsini axtarıram. Kök altında 10 da kökdə 9 və kökdə 16'nın arasındadır. Yəni, kök altında 10'dan təxmini olaraq 3 tam neçəsi çıxır. Tam hissəm nədir? 3. B bəndi. 60-cı sual. Tənliyin kiçik kökünü tapın deyir bizə. Baxıram ki, mən bu tənliyi ilə vurğularını ayıraraq kökünü tapa bilərəm. Deməli, mən buradan x ortaq vuruq kimi çıxartsam, x vurulsun, 2, x üstə gəl, 5 bərabər 0 alınır. Buradan tənliyin bir kökü ilə 0'dır. Digər kökünü tapmaq üçün 2x üstə gəl, 5 bərabər 0 yazıram. 2x bərabər -5, x da bərabər -2,5 alınır. 0 və -2,5 tənliyin kökləridir. Kiçik kökümdə Y variantı olacaq. 61-ci sual. Bərabərsizliyini həll edin deyir bizə. Deməli, -10'da 1x kiçikdir 5'də 1'dən. Deməli, x mən nə edirəm burada? Əmsalına bölürəm. Mənfi olduğu üçün mənfiyə bölən zaman işarəmi əksinə dəyişirəm. Kiçikdir yox, böyükdür yazacağam. 5'də 1 bölünsün -10'da 1'dir, düzdür. 5'də 1 bölünsün -10'da 1. X böyükdür. Müsbəti mənfiyə bölürəmsə cavabım mənfi olacaq. 5'də 1 vurulsun tərsi olur da 10. Yəni x böyükdür -2'dən. X böyükdür -2 cavabı da Y variantındadır. İntervalı bəzi şagirdlər qura bilmir, onun üçün ədəd oxunda da göstərirəm. Nə tapdım burada? -2. -2'ni yazıram. -2'dən x böyükdür. Böyükdürsə sağ tərəfə doğru şıçıqlayıram. Aha, deməli, -2'dən müsbət sonsuzluğa doğru. 62-ci sual. Paralelogramın qarşı bucaqları 2x üstə gəl 30 və 3x çıx 20 olarsa böyük bucağını tapın. Paralelogramın qarşı bucaqları bir-birinə bərabər olur. 2x üstə gəl 30 bərabərdir 3x çıx 20'ye. Buradan da 2x'i sağ tərəfə, 20'ni də sol tərəfə keçirsəm, 30 üstə gəl 20, 3x çıx 2x. X da bərabər 50 alınır. Mənə demir ha x tap deyil, böyük bucağını tap. Deməli, mən x-i gətirib yerinə qoysam, 2 vurulsun 50, 100, üzərinə də 30 gələndə alınır 130. Deməli, paralelogramın bir bucağı 130'dur. Mən də bilirəm ki, paralelogramın deməli, iti və kör bucaqları var. Kör bucağım 130'dursa, iti bucağım da 180 çıx 130'dur. Yəni 50 dərəcə. Məndən onsuz da böyük bucağı istəyir. Cavabımız olur 130 A variantı.
63-cü sual. Deməli, tənasübündən A-nı tapın. Gəlin burada elə çarpaz vuraq. Çarpaz vuran zaman 3 vurulsun A, yəni 3A bərabərdir. Kök altında 3 vur, 4 kökdə 3. 3A bərabərdir. 4 vurulsun. Kökdə 3 vur, kökdə 3 mənə 3 verir. Buradan da 3'lər ixtisar gedir. A bərabər 4. Y variantı. 64-cü sual. X-in hansı qiymətlərində bərabərsizliyi doğrudur? X kvadratı üstəgəl 3x. Deməli, burada onu mən keçirirəm digər tərəfə. Çıxılsın 10 yazıram. Kiçikdir, bərabərdir 0. Deməli, bərabərsizliyi, kvadrat bərabərsizliyi həll etmək üçün mən deməli bu kvadratik ifadəni vurğularına ayırıb köklərini tapıram. X üstəgəl 5 vurulsun. X çıxılsın 2. Kiçikdir, bərabərdir 0 olacaq. Nəyə görə belədir? Tənliyin köklərini mən viyyətlə tapa bilirəm. Viyyətə əsasən köklər cəmim -3, hasilim -10-dur. Bunlarda -5 və -2-dir. Vurğuları ayıran zaman da bilirəm ki, x çıx x1 olduğu üçün işarəsi əksinə olur vurğularda. İndi mən bərabərsizliyin hansı x-in qiymətlərində, deməli x-in hansı qiymətlərində doğru olduğunu tapmaq üçün köklərimi ədəd oxunda yerləşdirirəm. -5 və 2. Və burada bərabərsizliyin altından xətt çəkilir. O deməkdir ki, hər iki qiyməti də x almalıdır burada. Həm -5-i, həm də 2-ni. Ona görə də dairənin içini dolu göstərir. Bizə deyir ki, 0-dan kiçik və ya bərabər olsun. Deməli, mən elə bir interval götürməliyəm ki, mənfi olsun. Müsbət, mənfi, müsbət. -5, 2 olacaq. -5, 2. Bu da hansı variantdır? B variantı. 65-ci sual. Şəklə əsasən ifadəni sadələşdirin. Deməli, burada fikir verirsinizsə, bizə tərəflərin uzunluğu verilir. Mən də 3 bucaqda bilirəm ki, uyğun tərəflərin qarşısındakı bucaqlar uyğun olur. Yəni, böyük tərəfin 9-un qarşısındakı beta bucaq ən böyük bucağımdır. Beta ən böyük bucağımdır. Daha sonra 8 düzdə ən böyük olan, daha sonra 8-in qarşısındakı alfa daha böyükdür. Ən kiçik 7 olduğuna görə 7-nin qarşısındakı qamma ən kiçikdir. İndi yazılıb alfa çıxılsın beta. Alfa betadan kiçikdir. Kiçikdən böyük çıxıramsa modulun daxili necə olacaq? Mənfi. Modulun daxili mənfidirsə, modulun daxilində yazılan bax alfa çıx beta alfa çıx beta deməli əksi olaraq çıxacaq. Çünki mən bilirəm ki, moduldan müsbət çıxmalıdır. Modulun daxili mənfidirsə, olduğu kimi çıxa bilməz. Qarşısına mənfi ataraq yazmalıyam. Bu da necə olacaq? Mənfi alfa üstəgəl beta, yəni beta çıx alfa. Birincini mən açdım ki, moduldan sonra beta çıx alfa olacaq. Beta çıx alfa. İndi alfa çıxılsın qamma. Alfa qammadan böyükdür. Böyükdən kiçik çıxanda da müsbət olur cavabı. Modulun daxili müsbətdirsə, elə olduğu kimi çıxacaq. Alfa çıx qamma bərabərdir. Mənfi alfa, müsbət alfa islah gedir. Cavabımız olur. Beta çıx qamma. Y variantı. 66-cı sual. Bərabərsizliyi ödəyən neçə tam ədəd var? Deməli, x-i yazıram olduğu kimi. Bərabərsizliyin işarəsində olduğu kimi yazıram. X-in əmsalı nə idi? 2. Hər tərəf 2-yə bölürəm. 15 böl 2. Mənfi 10 da 2-yə böləndə -5. İndi bərabərsizliyi ödəyən ədədlərin sayını istəyir, düzdür? Burada x-in qiymətləri -5-dən, -5 almır da intervalı tam ədəd tamı yazıram. 15 bölünsün 2 mənə nə verir? 7,5. Burada 7 onda 5'e bərabər və ya kiçikdir. Sonuncu tam ədədi götürürəm. 7-ni. İndi deyir ki, bizə tam ədədlərin sayını tap. Mən də bilirəm ki, mötərizəmin biri yumru, biri kvadrat olanda bu intervaldakı ədədlərin sayını tapmaq üçün 7-dən çıxıram -5-i. Cavab olacaq elə 12. D variantı. 67-ci sual. A parametrinin hansı qiymətində tənklər sisteminin sonsuz sayda həlli var? Tənklər sisteminin sonsuz sayda həlli olması üçün burada A1 bölünsün A2 bərabər olmalıdır. B1 bölünsün B2 bərabər olmalıdır. C1 böl C2'ye. Burada A1 böl A2 1 böl 1'dir. 1 böl 1 bərabərdir. B1 -6 böl
B2 də burada ad bərabər 4 bölü 4. Deməli, adı neçə olmalıdır elə? -6 olmalıdır ki, cavabımız 1 olsun, düzdür? Yəni, D variantı. 68-ci sual. Bərabər yanlı üçbucağın oturacağına çəkilmiş median 5 cm-dir. Deməli, bir dənə median çəkəcəm. Bərabər yanlı üçbucaqda bilirəm ki, oturacağa çəkilən median həm də hündürlükdür, həm də tənböləndir. Alfa kimi bölünür. Deyir ki, oturacağı 24 cm-dir. 24-ü yarı bölürsə 12 kimi bölür. Üçbucağın perimetrini tapın deyir. Və medianın uzunluğu da var 5. 5, 12. Burada necə üçbucaq əmələ gəldi? Düz bucaqlı üçbucaq. Bu düz bucaqlı üçbucağa əsasən mən bu yan tərəfə x desəm, x bərabərdir kök altında Pifaqor teoremi, katetlərin kvadratlarının cəmi 25 üstə gəl 144. Bu da olacaq 169 bərabər 13. Deməli, yan tərəfi neçədir? 13. Üçbucağın perimetrini deyir. Bərabər yanlı olduğuna görə yan tərəflər bir-birinə bərabərdir. Yəni 13, 13-dür. Perimetrdə 2 vurulsun 13, üstə gəl 24 olacaq. 26 və 24-ün cəmi də 50, yəni A variantı. 69-cu sual. İfadəsinin ən kiçik qiymətini tapın. Deməli, burada fikir versəz, həm modul ifadə var, həm kvadratik ifadə var. Uşaqlar bəzən fikirləşir ki, burada modul ifadənin ən kiçik qiyməti 0-dır. Elə üstündən xətt çəkək burada 0 çıx 5, -5 cavab olaraq götürək. Amma burada cavabımız -5 deyil. Nəyə görə? Normalda bəli, modul ifadənin ən kiçik qiyməti 0 olardı. Amma sizcə burada x kvadratı üstə gəl 7 bərabər 0 halı mümkündür. Çünki belə bir hal mümkün deyil. Nəyə görə? X kvadratı bərabərdir -7. Belə bir şey mümkün deyil. Burada x kvadratı, yəni qüvvətin cütdür. Cüt dərəcə mənfi ola bilər, mümkün deyil. Ona görə də bu ifadə 0-a bərabər ola bilməz. Deməli, burada x kvadratını mən 0 götürürəm. 0 üstə gəl 7 moduldan da 7 çıxacaq. Çıxılsın 5 bərabərdir 2. İfadənin ən kiçik qiymətləri 2 olacaq. B variantı. 70-ci sual. Düzgün 9 bucaqlının bir xarici bucağı neçə dərəcədir? Ümumiyyətlə, xarici bucaqlarının cəmi biz bilirik ki, 360 dərəcə düzdür. 360-ı da bölürük 9-a. Belə 40 olacaq cavabımız D variantı. 71-ci sual. A çoxhədlisinin qüvvəti 9, B çoxhədlisinin qüvvəti isə 7-yə bərabərdir. A üstə gəl B kvadrat çoxhədlisinin qüvvətini tapın. Belə olanda ən gözəl uşaqlar. A bərabərdir. Qüvvət 9-dur demir. Yazırsınız x üstü 9-dur. B bərabərdir. B çoxhədlisinin qüvvəti 7-dir deyir. X üstü 7 yazın. İndi A üstə gəl B deməli. X üstü 9 üstə gəl B-nin yerinə də x üstü 7 yazıram. Bu ifadənin kvadratı. Qüvvətini tapın deyir. Əslində heç müxtəsər ruma düsturu ilə açmağa ehtiyac da yoxdur. Deməli, nə edirsiniz? Baxırsınız mötərizənin daxilində qüvvəti ən böyük olan hansıdır? 9-dur, düzdür? Yəni x üstü 9-dur. 9-u vurursunuz 2-yə, yəni qüvvəti yüksəldirsiniz. 9-u da 2-yə vuran zaman 18 olacaq. B variantı. Amma yenə də yəni yoxlaya bilərsiniz. Gəlin müxtəsər ruma düsturu ilə də açılışını göstərək. X üstü 18 üstə gəl 2 vurulsun x üstü 9 vur x üstü 7 üstə gəl x üstü 7-nin kvadratı, yəni 14. İndi burada da yenə fikir versəz, qüvvət 18, burada ikisini cəmləyirəm 16 və 14. Çoxhədlinin qüvvətdə bilirəm ki, tərkibindəki bir hədlilərdən qüvvəti ən böyük olandır, yəni 18-dir. Cavabımız yenə də B variantı olacaq. 72-ci sual. Təniklər sistemindən x-y hasilini tapın. Aha, bizə kvadratlar cəm verilib və cəm verilib. Hasil tapmağımızı istəyir. Burada ən gözəl üsul nədir? X kvadratı üstə gəl y kvadrat. Mən bu ifadənin müxtəsər bulma düsturu ilə ez olduğunu bilirəm. X üstə gəl y-in kvadratı çıxılsın 2 x-y-dir. Mən bilirəm ki, kvadratlar cəminin çöməlsi düsturu bu şəkildədir. İndi yerinə qoyuram. Kvadratlar cəmi mənə verilib 7-yə bərabərdir. 7 bərabərdir. X üstə gəl y. 5 düzdür yazıram. 5-in kvadratı çıx. 2 vurulsun x, y. Buradan da deməli 7 çıxılsın. Yəni 5-in kvadratı 25 digər tərəfə keçirdirəm. 25 bərabərdir -2x, y.
Mənfi 18 mənfi 2xy, xy də olacaq müsbət 9. 73-cü sual. Eyler-Veyn diaqramına görə NA üstəgəl NB cəmini tapın. Deməli, A çoxluğunun sayı burada 6, 5, 4, 2, 8 cəm neçə element var? 5 element. Düzdür, yazıram. 5 üstəgəl B elementinin sayı 2, 8 və 7. Neçə element oldu? 3 element. Cavabımız olacaq 8. Birdən uşaqlar çaşır ilə 6, 5, 4 rəqəmləri toplayırlar. Burada toplamırıq. Hər biri element kimidir burada. Yəni 6 dənə element deyil, 5 dənə element deyil. 6, 5, 4. Yəni bunların hər biri bir elementdir. Rəqəm kimi, ədəd kimi daxil ediblər Eyler-Veyn diaqramına. Yəni bunları toplamıram. Hər birinin sayını tapıram. 5 və 3, cəmi də 8 olacaq. 74-cü sual. A parametrinin hansı qiymətində modul x bərabər 3 tənliyinin kiçik kökü bu tənliyinin kökü olar? Deməli, mən birinci bu tənliyinin nəyini tapmalıyam? Kiçik kökünü. Modul x bərabərdir 3. Necə həll edirdim? Bir dəfə modul x-i olduğu kimi açıram. Müsbət x kimi bərabərdir 3. Bir dəfə isə əksi kimi yazıram. Mənfi x bərabər 3. Buradan da x bərabər mənfi 3 alınır. Tənliyin kökü müsbət 3 və mənfi 3'dür. Bizdən kiçik kökünü istədiyi üçün cavab olaraq mən mənfi 3'ü götürürəm. İndi deyək ki, həmin vaxt bu kiçik kök bu tənliyinin kökü olar. Tənliyinin kökü olar o deməkdir ki, tənliyin yerində, yəni x-in yerində həmin qiymət ödənməlidir. X kvadratı yazılıb. X-in yerinə yazmalıyam? Mənfi 3. Mənfi 3'ün kvadratı. Üstəgəl A vurulsun mənfi 3, üstəgəl 6 bərabərdir 0. 9 çıx 3A, üstəgəl 6 bərabərdir 0. 15 bərabərdir 3A, A da bərabərdir 5. Yetmiş beşinci sual. Uyğun tərəfləri paralel olan bucaqların cəmi 74 dərəcədir. Bu bucaqların dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri paralel olan bucaqlar üçün 2 dənə hal var. Ya bir-birinə bərabərdirlər, ya da cəmi 180 olmalıdır. Deməli, amma burada cəm 180 deyil. Yəni ikinci hal deyil, birinci halda. 2 dənə bucaq var. Tutaq ki, biri x-dır. Bir-birinə bərabər olduğu üçün digəri də x-dır. Və bu bucaqların cəmi 74 dərəcədir. Yəni 2x bərabər 74, x də bərabər 37 dərəcə. 76-cı sual. 2 ədəddən birinin 30%, digər ədədə bərabərdir. Bu ədədlərin cəmi 78 olarsa, böyük ədədi tapın. Deməli, ədədlərin cəmi 78'dir. Əgər ədədlərin biri x olsa, digər avtomatik 78 çıxılsın x olacaq. Nəyə görə? Çünki mən bu iki ədəd toplayan zaman mənfi x və müsbət x islak edir. Cəm nəyə bərabər olacaq? 78'ə. Yəni biri x-dır, digər 78 çıxılsın x. Deyək ki, ədəddən birinin 30%. X-in 30%, vur 30 böl 100. Bərabər olsun digər ədədə, yəni 78 çıx x-a. Deməli, buradan 0.3x bərabər 78 çıx x. Buradan da x-i digər tərəfə keçirsəm, 1.3x bərabər 78 olur. X da bərabərdir 78 böl 1.3. Vergülü silirəm, bir dənə 0 əlavə edirəm. Bu da olur 60. Bizə deyək, böyük ədəd tapın. Biri 60'dır, digəri də 18. Böyük olan hansıdır? 60. 77-ci sual. Çəmənlikdə inəklər və toyuqlar var. Onların birlikdə başlarının sayı 18, ayaqlarının sayı isə 48'ə bərabərdir. Çəmənlikdə necə toyuq var? Deməli, başlarının sayı 18'dir. Bu deməkdir ki, inəklər və toyuqların saylarının cəmi 18'dir. Çünki hər birinin bir başı var da, düzdür. Yəni, inəklər və toyuqların saylarının cəmi 18'dir. Yəni, elə inəkləri i hərfi ilə işarə edək, toyuqları da t hərfi ilə. Deməli, bunların saylarının cəmi neçədir? 18. Bizə deyir ki, ayaqlarının sayı 48'ə bərabərdir. Mən bilirəm, bir inəyin 4 ayağı var. 4'ü vursam inəklərin sayına, üzərinə gəlsəm, bir toyuğun 2 ayağı var. 2'ni vursam toyuqların sayına, bərabər olacaq ayaqlara da, yəni ayaqlarının cəminə 48'ə. Mən buradan tənliklər sistemi quracam və deməli, toyuqların sayını istəyir. T'ni tapmalıyam. T bərabər sual. Deməli, burada gəlin buradan göstərək. I üstəgəl T bərabər 18'dir. Burada hər tərəfi 2'yə bölsəm,
Çünki 2'yə bölmək olur, düzdür? Nə alınır? 2i üstəgəl t bərabərdir 24. Baxıram ki, t'lər vardı. Onda mən alt-alta çıxsam, i çıxılsın 2 mənfi t'lər getdi. Bərabərdir 18 çıx 24-ə. Buradan da mənfi i bərabər mənfi 6, i bərabər 6. I bizdə nə idi? İnəklərin sayı. İnəklərin sayı 6-dır. 6 üstəgəl t 18-dirsə, t'də neçə olacaq? 12. Məndən də toyuqların sayını istəyirdi. Cavabımız 12 olacaq. 78-ci sual. ACB düzbucaqlı üçbucağında AD tən bölən CD 2, BD 4 olarsa AB-ni tapın. Mən bilirəm ki, tən bölən varsa bizim bir tənasübümüz var idi. Necə idi? CD bölünsün DB nisbəti bərabər olurdu. Nəyə? Uyğun olaraq. CD hara uyğundur? AC-yə düzdür. AC bölünsün DB hansı tərəfə uyğundur? Yəni hansı tərəfə bitişikdir? AB-yə. İndi CD-nin uzunluğu var. CD 2-dir, DB-də 4-dür. 2 böl 4 bizə verir 1 bölünsün 2-ni. Deməli, AC böl AB 1 böl 2 nisbətindədir. Bu nə demək? Yəni çarpaz vurursanız necə olacaq? AC vurulsun 2, 2AC bərabər AB alınır, düzdür? Mən AC-yə x desəm, AC x olsa, x vurulsun 2, nəyə bərabərdir? AB-yə. Burada olur nə? 2x. İndi mən düzbucaqlı üçbucağa əsasən, düzbucaqlı üçbucaqda axı Pifaqor teoremini tətbiq edirəm. Katetlərin kvadratlarının cəmi CB necədir? 2 üstəgəl 4, yəni 6. 6-nın kvadratı 36 bərabərdir 2x-in kvadratı 4x kvadratı. 36 bərabərdir 3x kvadratı. X kvadratda bərabərdir 12. Məndən AB-nin uzunluğunu istəyir, düzdür? Onda x-im necə olacaq? Kök altında 12. Kök altında 12-də, kök altında 4 vurulsun 3-dür. 4-dən 2 çıxır. 2 kök altında 3. AB bizdə necədir? 2x, düzdür? 2 vurulsun 2 kök altında 3. Cavab olacaq necə? 4 kökdə 3. 79-cu sual. 0 tam dövrdə 8x yazılıb. Yazaq 9-da 8x. Çıxılsın 4. Bərabərdir. Əbob 40 və 60 yazıb. Mən 40 və 60-dan ortaq vuruq çıxartsam 20-ni. 20 vurulsun əbob. 40-ı 20-yə böldümsə nə qaldı? 2 vergül 60-dan 20 vuruğunu çıxartmışam. Yəni 60 20-yə böləndə də 3 alınır. Deməli, 9-da 8x çıxılsın 4, 20 vurulsun. 2 və 3-ün əbobu qarşılıqlı sayda olduğu üçün 1 verir, düzdür? Yəni 20 olacaq da bu. 9-da 8x bərabərdir 20. Çıx 4 digər tərəfə keçəndə üstəgəl 4 olur, 24. İndi hər tərəf 8-ə bölsəm 1, 24-də 8-ə bölsəm 3. X bərabər olacaq 9 vurulsun 3, yəni 27. Nəyə görə 3-ə vurdum? 3-ün məxrəci 1-dir də çarpaz vuranda, elə bil ki 9-da 1x bərabər 3. Məxrəci 1 çarpaz vuranda x bərabər 27 alınır. 80-ci sual. Sürəti məxrəcinin 40% olan kəsrin həm sürətini, həm də məxrəcinə 4 əlavə etsək, 3-də 2 alınır. Bu kəsrin sürəti ilə məxrəcinin cəmini tapın. Deməli, ən axırda bizə nə deyir? 3-də 2 alınır deyir, düzdür, bərabərdir. Kəsrin həm sürətinə 4 əlavə eləmişəm, həm də məxrəcinə 4 əlavə etmişəm. Və deyir ki, sürət məxrəcin 40%-dir. Onda belə götürək. Bizim kəsrimiz tutaq ki, m-də n kəsri, düzdür? Deyir ki, sürət, yəni n, məxrəcin, yəni m-in 40%-dir. Nə deməkdir bu? 0 tam, 40, yəni bölü 100, 0,4 m deməkdir. Gəlin belə yazaq. Mən bu kəsrdə n-in yerinə nə yazacağam? Bax, bu ifadəni yazıram. 0,4 m. Məxrəcdə də nə olacaq? Elə m olduğu kimi qalsın. İndi mən buradan çarpaz vururam və m tapacağam. 2 vurulsun. M üstəgəl 4 bərabərdir. 3 vurulsun. 0,4 m üstəgəl 4. 2m üstəgəl 8. 1,2 m üstəgəl 12-yə bərabərdir. Buradan da 0,8 m bərabərdir 4-ə. M də bərabərdir 5-ə. Deyək ki, sürət ilə məxrəcin cəmini tap. M 5-ə bərabərdir.
N ise 0,4 deməkdir də. Yəni n daha doğrusu 0,4 vurulsun 5. Yəni 2 olacaq. 2 ilə də 5'in cəmini tapmalıyam. Cavabım olacaq nə? 7. 81-ci sual. İti bucağı 45 dərəcə olan bərabər yanlı trapesiyanın oturacaqları 14 və 4 cm olarsa, diaqonalını tapın. Deməli, trapesiyanın şəklini buradan çəkirəm. Biraz deyəsən yaxşı olmadı. Bunu mən silim, təzədən çəkim. Deməli, uşaqlar şəklini çəkdim. Bizə deyir ki, iti bucaq 45 dərəcə olan bərabər yanlı trapesiyadır. Yəni, yan tərəflər bir-birinə bərabərdir. Həmçinin, deməli, oturacağı bitişik olan bucaqlar 45-45 olacaq, bir-birinə bərabər olmalıdır. İndi nə deyir bizə? Deyir ki, oturacaqlar 4 və 14-dür, düzdür. Deməli, mən burada nə edəcəm? Bizdən zaten diaqonalını istəyir, düzdür. Mən buradan bir dənə hündürlük çəkirəm. 90 dərəcə. Bucağım 90-dır. Düz bucaqlı üst bucağa əmələ gəlir. Düzdür. 90, 45. Avtomatik bura neçə dərəcə olacaq? 45 dərəcə. Çünki düz bucaqlı üst bucaqda iti bucaqların cəmi 90 olmalıdır. 45, 45. Deməli, burada necə bir üst bucaq əmələ gəldi? Həm düz bucaqlı, həm də bərabər yanlı. Çünki 45, 45 də bərabər yanlı oldu. İndi eyni qaydada, eyni prosesi burada da yaradıram. Bir hündürlük çəkdim. 45 dərəcədirsə, burada 45'dir. Yine eyni qaydada bərabər yanlı düz bucaqlı üst bucaq əmələ gəldi. Burada da eyni qaydada əmələ gəldi. Deməli, yuxarıdakı oturacağım 4'dür. Onda paralel olaraq aşağı köçürdürəm. Olur 4. Bütöv oturacağım nə qədərdir? 14 düzdür. 4 buradadsa 14'dən çıxıram 4'ü. Geriyə qalır 10. Bax, bu iki parçanın uzunluğunun cəm 10 olmalıdır. Və bilirəm ki, bunlar bir-birinə nədir? İşarələmişəm. Bərabərdir. Deməli, 10 yarı bölünür. 5. Həm bura 5'dir, həm də bura 5'dir. Və eyni ilə bərabər yanlı oldu axı. Hündürlüyüm də 5 oldu. Məndən diaqonalını istəyir. Deməli, trapesiyanın diaqonalını çəkirəm. Aha. İndi fikir verin. Gəlin bunu adlandıraq burada. Tutaq ki, A, B, C olsun, düzdür. A, B, C öz necə üst bucaqdır? Düz bucaqlı üst bucaq, düzdür. Gəlin kənardan da göstərmək istəyirsiniz. Deməli, A, B, C üst bucaq. Düz bucaqlı üst bucaq əmələ gəldi. Və fikir verin. Bura 4'dür, burada 5'dir. Cəmi BC nə qədər olacaq? 9. AB neçədir? 5. Hündürlüyü 5 tapdım. İndi mənə nə qaldı? Diaqonal, yəni AC-ni tapmalıyım, düzdür. AC-nin də kvadratı 5'in kvadratı üstəgəl 9'un kvadratıdır. Pifagor teoreminə görə, düzdür. 25 üstəgəl 81. Bu da olur 106. AC də bərabərdir kök altında 106'ya. AC də məndə nə idi? Diaqonal. Deməli, trapesiyanın diaqonalı kök altında 106'ya bərabərdir. Bugünlük bu qədər uşaqlar. Videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.